Ay qız, bəlkə duraq, gecdir artıq. Oturmuşuq da, hələ hara tələsirsən? Yox, hayır, çox gecdir, duraq. Sən oturmasa hesabı getirə bilərsən. Ay qız, dırnaqlarını niyə gizlədirsən? Ay qız, heç soruşmayıb, bir salonda cəhddəydin, yəni heç xoşuma gəlmədi hər işləri. Nuran, bir dənə yer tapmışam. Həm ustaları çox peşəkardır, həm də salon çox qəşəngdir. Gəl çıxaq gedək ora. Salam Gülya xanım, xoş gəlmisiniz. Necəsiz? Çox sağ olun. Baxın, sizə ən yaxın rəfiqəmi gətirmişəm. Gəlin onun üçün çox qəşəng dırnaqlar düzəldək. Ay qız, bura nə qəşəng yerdir, lüks görsənir. Bax olmaz ki. Yox ay qız, sən mənim rəfiqəm olduğun üçün ilk gəlişini xüsusi indirim edəcəklər. Bax, indi həqiqətən zərif görsənir.